İndi isə Əli bəyin həbsxanadan göndərdiyi mesajı dinləyin. Mənim və digər şəxslərin güya dövlət çevrilişi ilə bağlı DTX adından yayılan və hökumət mediası tərəfindən tirajlanan, əslində isə Real TV və yeni müsavat səviyyəli qara PR materialından fərqlənməyən video süjetləri hökumət televiziyalarından izlədim. Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan ayağa yalandır. Mən bilirəm ki, Azərbaycan cəmiyyəti məni tanıyır, siyasi fəaliyyətimin şəffaflığını bilir və bu cəfəngiyata inanan deyil. Bununla belə bəzi həqiqətlərin altını cızmaq istəyirəm. Əvvəl ay 2013-cü ildə Milli Şura o zaman mövcud olan bütün müxalif qüvvələrin, partiyaların, vətəndaş cəmiyyətlərinin və ziyalıların iştirakı ilə məhz avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etmək məqsədi ilə formalaşıb. Onun fəlsəfəsi dinc mübarizədir və buna görə də Milli Şuranın hər hansı formada zorakılıqda iştirakından söhbət gedə bilməz. İkincisi, Milli Şura fəaliyyəti dövründə 19 dəfə miting keçirib və onların heç birində nə dövlət hakimiyyətini zorla ələ almağa cəhd olub, nə də ictimai qaydanın pozulmasına yol verilib. Üçüncüsü, Milli Şuranın prezidentliyə ilk vahid namizədi və sədri Rüstəm İbrahimbəyov məhz Rusiyanın və şəxsən Putinin müdaxiləsi nəticəsində seçkilərə buraxılmadı. Onun ikili vətəndaşlığı vardı və o Putinə müraciət etmişdi ki, Rusiya vətəndaşlığından azad edilsin. Lakin bu baş vermədi və nəticədə Milli Şura ilk vahid namizədi ilə seçkiyə qatıla bilmədi. Bu tarixi faktdır ki, 2013-cü il seçkilərində Rusiya hakimiyyəti Milli Şuranın namizədini deyil, İlham Əliyevi dəstəklədi. Heç bir dezinformasiya bu faktı dəyişə bilməz. Mənə qarşı irəli sürülən növbəti absurd ittiham məni Rusiya ilə əlaqələndirmək və güya hakimiyyətə gəlsəydim Azərbaycanın KTMT-yə üzv olacağı barədə yalanını yaymaqdır. Bu sadəcə özünsən tipli ittihamdır. Uzun illərdir Azərbaycan hakimiyyətini korrupsiya, saxtakarlıq və Rusiyapərəst siyasətə görə tənqid etmişəm. Azərbaycanın MDB üzvlüyünə qarşı olmuşam. Rusiya sülh məramlarının Qarabağa yerləşdirilməsini tənqid etmişəm. Rusiya ilə müttəfiqlik bəyannaməsini və ölkədə Rus dilli məktəblər şəbəkəsinin genişləndirilməsini açıq şəkildə tənqid etmişəm. Mənim fəaliyyətim hər zaman şəffaf olub. Partiyamızın qurultayında yeşilliklə qəbul etdiyimiz proqramda Azərbaycanın Avropa İttifaqına üzvlüyü və Avroatlantik məkana inteqrasiya əsas siyasi hədəf kimi müəyyən edilib. Mən dünyanın aparıcı media qurumlarında dəfələrlə çıxış etmiş, məqalələrimdə Rusiyanın və xüsusilə Putinin imperialist və ekspansionist siyasətini ardıcıl şəkildə tənqid etmişəm. Mənə qarşı irəli sürülən digər iddia məni Ramiz Mehdiyev və Abbas Abbasovla əlaqələndirmək cəhdidir. Cəmiyyət bilir ki, bu şəxslər uzun illər İlham Əliyevin komandasında yüksək vəzifələrdə təmsil olunublar və həmin vəzifələrə də məhz onun tərəfindən təyin ediliblər. Mənim isə həyatım boyu bu şəxslərlə heç bir əlaqəm olmayıb. Əksinə onların təmsil olunduğu siyasi komandaya qarşı mübarizə aparmışam. 2020-ci ilin Qarabağ mitingi ilə bağlı səsləndirilən ittihamlar da əsassızdır. Həmin vaxt xalqımız General Polad Həşimovun və digər zabitlərimizin şəhid edilməsinə etiraz olaraq səmimi şəkildə meydanlara çıxmışdı. Sonraki hadisələr zamanı baş verən təxribatlar və həbslər isə ayrı məsələdir və bunun məsuliyyəti təşkilatçıların üzərinə atıla bilməz. Bu məsələlərlə bağlı ittihamların əsassız olduğu məhkəmə proseslərində də üzə çıxmışdı və həbs olunanların bir qismi sonradan azad edilmişdi. İstintaqa və indiyədək keçirilən məhkəmələrdə ifadə verməmişəm. Bu deməyə sözüm olmadığı üçün deyil, sadəcə aparılan istintaq və məhkəmə proseslərini qeyri-obyektiv hesab etdiyim üçündür. Mən cinayət törətməmişəm, əksinə mənə qarşı cinayət törədilib. İmkan tapdıqca bunu ictimaiyyətə çatdıracağam. Xalqımın ədalətinə inanıram və əminəm ki, həqiqət və ədalət gec-tez öz yerini tapacaq.